Bismillahirrahmanirrahim. Səmimi müsəlman həyatda hər şeydən əvvəl qəlbini qorumağı düşünməlidir. Çünki ən böyük itki insanın malının, mülkünün əlindən çıxması deyil. İnsanların uzaqlaşması və ya onların dünyadan köçməsi deyil. Bunlar hamısı bu dünyanın qazanclarıdır. Fani və müvəqqəti olan qazanclar. İnsanın ən böyük itkisi imanının günü-gündən zəifləməsidir və bir gün Allah qorusun onun tamamilə yox olub getməsidir. İmanını itirən insanın dünya malından nəsibi bol olsa da, o insan axirətə imandan yoxsul gedir. Ən böyük itki də elə budur. Qəlbin qatılaşması, İslama qarşı qəlbin ölməsi və ölərkən insanın bu dünyadan kafir kimi ölüb getməsi. İman elə bir nemətdir ki, sən onun qayğısına qalmalısan. Qəlbini zikrə, Qur'an ayətlərinə qarşı qapadıqca iman zəifləyir. Ən təhlükəli hal isə insanın bunu hiss etməməsidir. Zahirdə təqvalı görünüb, batində boş olmaq böyük faciədir. Qiyamət günü insanı rüsva edəcək əməllərdən çəkinmək lazımdır. Çünki hər söz yazılır, hər baxış qeydə alınır. İnsan gizlətdiyini gizli sanır, lakin o gün gizli qalan heç nə olmayacaq. Əməlin insanın əleyhinə şahidlik etməsi ən ağır səhnələrdən biridir. Ölüm qəfil gələn həqiqətdir. Ölüm mələyi gələndə nə tövbə üçün zaman qalır, nə də düzəliş üçün fürsət. İnsan hansı hal üzərində yaşayırsa, çox zaman o hal üzərində də dünyadan köçür. Günah içində, qəflət halında yaxalanmaq ən böyük bədbəxtliklərdəndir. Bu dünya həyatı müsəlman üçün həm nemət, həm də imtahandır. Lakin dünya sevgisi qəlbi bürüyəndə bu artıq nemət yox, bəla olmuş olur. Çünki bu zaman axirət arxa plana keçir. Namaz ağırlaşır, zikir azalır, dua etmək, sədəqə vermək təxirə salınır. Halbuki dünya keçicidir, axirət isə əbədidir. Keçici olanı əbədi olana dəyişmək ağıllı seçim deyil. Oğul uşaq, mal-dövlət də insanı imtahan edən amillərdəndir. Onlar nemətdir, lakin qəlbi Allahdan yayındırarsa, artıq nemət sayılmır. Qiyamət günü nə övlad atasının yükünü daşıyacaq, nə də ata övladının yükünü daşıyacaq. Orada yalnız sağlam, içi imanla, təqva ilə dolmuş qəlb fayda verəcək. Həmçinin ixlasla, səmimi niyyətlə etdiyin əməllər fayda verəcəkdir. Allahın bir bəndəsindən üz çevirməsi ən ağır nəticədir. İnsanın dua etməyə həvəsi yoxdursa, günah ona adi gəlirsə, etdiyi ibadət ruhuna toxunmursa, bu hal çox qorxunc haldır. Müsəlmanın qalası etdiyi zikirlərdir, dualardır. Hansı ki, insanın imanı bu zikirlər səbəbilə daim oyaq qalır. Sən gör təmbəllik öz ağuşuna necə alıb ki, Allaha dua etmək istəmirsən, zikr etməyə həvəsin yoxdur. Sən bu halına görə günahı heç kimdə yox, özündə axtar. Saatlarla boş işlərlə məşğul olana qədər Allahı zikr edə bilərdin. Səhlənkarlıq etdin, günün müəyyən saatlarında zikirləri etmədin deyə, bəlkə də qəlbin o nurdan məhrum qaldı. Bəlkə bir Sübhanallah səni bəladan qoruyacaqdı. Bəlkə bir Əlhəmdülillah ruzuna bərəkət gətirəcəkdi. Bəlkə bir Allahu Əkbar şeytanın vəsvəsəsini qıracaqdı. Unutma, zikr təkcə dilin hərəkəti deyil, qəlbin dirilməsidir. Vaxt keçdi deyə peşman olmaq kifayət deyil. Hələ nəfəs alırsansa, fürsət var. Ona görə də özünə de, keçən saatlar qayıtmaz, amma gələn saatlar mənim üçün bir fürsətdir. İndi başla, elə indi. Bir əstəğfirullah de və qəlbini oyatmağa başla. Ən təhlükəli hallardan biri də insanın özünü arxayın saymasıdır. Müsəlman olduğunu zənn edib, daxilən nifaq əlamətləri daşımaq böyük təhlükədir. Həqiqi iman etmiş biri daim özünü hesaba çəkən insandır. O başqasının yox, öz qəlbinin halı ilə maraqlanır. O, zahiri görünüşlə kifayətlənmir, batini düzəltməyə çalışır.
Bu qorxular ümidsizlik üçün deyil, bu düşüncələr insanı ayıltmaq üçündür. Çünki ən böyük bədbəxtlik günah deyil, günaha öyrəşməkdir. Günahlarda israrlı olub tövbə etməməkdir. Ən böyük təhlükə zəif iman deyil, zəif imanı hiss etməməkdir. Rəbbimiz bizi qəlbi imanla diri yaşayan, son nəfəsində də imanlı hal üzərində ölən qullarından etsin. Amin.